Füzuli, Zəngilan və Laçında beynəlxalq statusa malik hava limanlarının inşası Qarabağ və Şərqi Zəngəzurun dünyaya açılan hava qapılarına çevrilməsi baxımından mühüm tarixi hadisədir. Bu sözləri müsahibəsində Qartal Tikinti firmasının direktoru Şahin Məmmədov bildirib. Laçın beynəlxalq aeroportunun açılışı çox böyük hadisədir. Xüsusilə Laçınlılar üçün bir qürurdur. Yəqin ki, Laçınlılar Qorçunun relyefini yaxşı tanıyır. Həqiqətən Qorçu kimi bir ərazidə, ümumiyyətlə Laçında bir hava limanı qurmaq üçün ərazi tapıb tikmək çox çətin məsələ idi. Yəni, burada hava limanının tikilməsi bir inşaat elminin, inşaat texnologiyasının çox nailiyyətidir. Orada nə qədər böyük dağlar parçalandı, nə qədər böyük deməli təyyarələrin enib qalxma zolağının tikilməsi üçün çox böyük torpaq işləri görüldü və uyğun bir yer seçildi ki, bu Laçın Kəlbəcərə yaxın bir yer olsun. Çünki buradan Laçına cəmi 30 kilometr yoldur. Kəlbəcərə də yaxındır, 60 kilometrdir. Yəni bu buradan həm Laçına, həm Kəlbəcərə rahatlıqla getmək olacaq. O köhnə, o tarixi Kəlbəcər-Laçın tunelindən keçərək Kəlbəcərə də getmək olacaq. Onun sözlərinə görə bu hava limanları yalnız nəqliyyat və logistika imkanlarını genişləndirmir. Eyni zamanda regionun gələcəkdə böyük turizm məkanına çevrilməsinə ciddi töhfə verir. Ən başlıcası isə təbii ki, bu aeroportun deyək ki, əhəmiyyəti beynəlxalq baxımdan deyək ki, çox uyğundur. Bunu dedik, yəni Laçının necə bir strateji əhəmiyyətə malik olduğunu istər hərbi nöqteyi-nəzərdən, istər hər kəsə aydındır. Digər tərəfdən isə bu imkan verəcək ki, Laçınlılar artıq qısa bir müddətdə, deyək ki, 2 saat ərzində Bakıya gedib gələ bilsin və öz biznesini qura bilsin və beləliklə bu daha da bir də imkan yaradır ki, o ətrafda olan Laçınlılar öz kəndlərini gedib bərpa etsin, icazə verilsin ki, onlar öz kəndlərini bərpa etsin, kənd təsərrüfatı ilə məşğul ola bilsinlər, məhsul bolluğu yarada bilsinlər. Şahin Məmmədov həmçinin qeyd edib ki, hər bir sahibkarın doğulduğu torpaq qarşısında mənəvi borcu var. Biz iş adamları bu borcu yalnız sözdə deyil, əməl ilə də ödəməliyik deyə o əlavə edib. Bir dəfə Kəlbəcərdən Laçına girdim və müharibə yeni bitmişdi. Bir əsgər məni evə dəvət elədi ki, gəl içəri. Girdim ki, evin sağında solunda motopiladan odunlar doğranıb. Mənə də çay verdilər, yaxşı da isti peş yanırdı. Dedim, nə yaxşı isti otağınız var. Dedilər ki, Allah Şahin müəllim var Sumqayıtda, Qartal Tikinti firmasının direktoru. Onun canı sağ eləsin. Bizə dəyəri 2000 manat olan Almaniya istehsalı motopilalar göndərib və bütün Kəlbəcər Laçının odun təminatı onun köməkliyi ilə olunur. Mən dedim, o adam mənəm, inanmadılar, məni qucaqladılar, ağladılar. Və baxın, biz də öz mükafatımızı bu cür işlərdə görmüşük. Siz xatırlayırsınız, biz Laçın alınan zaman avtoyürüş keçirdik və bu avtoyürüş zamanı bizim avtomobillərə, yürüyüşümüzə çox tanımadığımız insanlar qoşulurdu. Və onlarda da görürdük ki, onlar da Türkiyə və Pakistan bayraqlarını dalğalandıraraq gedirdilər. Yəni, Türkiyənin və Pakistanın 44 günlük müharibədəki rolunu insanlar onu çox gözəl hiss etmişdi və onu bir, deyək ki, heç bir göstəriş olmadan onu büruzə edirdi, onu təntənəli şəkildə göstərirdi. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov bu gün informasiya proqramı üçün.